أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh veliyyus salihin. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu imamul muttaqin. Salavatullahi ve selamuhu aleyhi ve ala alihi ve sahbihi ecma'in. Nəvavinin 40 hədis kitabından 5-ci hədisin şərhi ilə davam edirik. Möminlərin anası Ummu Abdillah Aişə radiyallahu anhə rəvayət eləyir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: hər kim bizim bu işimizdə, yəni dinimizdə ondan olmayan bir şey icad eləyərsə, ondan rədd edilər, qəbul edilməz. Bu hədisi Buxari və Muslim rəvayət eləyiblər. Muslimin rəvayət elədiyi başqa bir hədisdə isə deyilir, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: hər kim bizim üzərinə əmrimiz olmayan bir işlə əməl eləyərsə, ondan rədd olunar, yəni qəbul edilməz. Hədisi rəvayət eləyən ravi möminlərin anası, Peyğəmbər sallallahu aleyhi və səlləmin sevimli zövcəsi, böyük sahabə Əbu Bəkr Əs-Siddiqin qızı, mütləq olaraq müsəlman ümmətində ən görkəmli qadın alimə, ən çox hədis rəvayət eləyən ravilərdən biri. Öz dərin anlayışı, fiqhi, hətta dilinin fəsahəti ilə səhabələr arasında seçilən, Allah subhanahu wa ta'alanın birbaşa Quran-ı Kərim ayəsi ilə təmizə çıxartdığı böyük dahi qadın. Allah subhanahu wa ta'ala ondan və bütün səhabələrdən razı olsun. Kunyəsi Ummu Abdillah'dir. Məlumdur ki, Ayşə anamızın Abdullah adında övladı olmayıb və ümumiyyətlə heç bir övlad dünyaya gətirməyibdir. Lakin bacısı oğlu Abdullah ibn Zubeyrin adı ilə kunyələnərək Ummu Abdillah adlandırılıbdır. Əbu Musa Əl-Əşəri radiyallahu anhu deyir ki, biz Peyğəmbərinin sallallahu aleyhi və səlləmin sahabələri hər hansı bir hədisi başa düşməkdə çətinlik çəkəndə onu Ayşədən soruşardıq və onun bu barədə qəti bir elmə sahib olduğunu görərdik. Tabiinlərin içində hikmət əhlindən olan Bəsrənin böyüklərindən və xüsusilə dilinin fəsahəti ilə fərqlənən Əhnəf ibn Qeys rahiməhullah deyir ki, mən 4 Raşidi xəlifənin xütbələrini dinləmişəm və günümdə yaşadığım dövrə qədər olan xəlifələrin hamısının xütbələrini dinləmişəm. Lakin Ayşənin dilindən eşitdiyim kimi daha təsirli, daha gözəl və aydın nitq heç bir kimsədən eşitməmişəm. Və Ayşə radiyallahu anhə Peyğəmbərimizdən sallallahu aleyhi və səlləmdən 2200-dən çox hədis nəql edibdir. Bunun 316-sı muttəfəqun aleyhdə, yəni Buxari və Muslimdə yer alıbdır. Diqqət eləyin, ondan sonra ən çox hədis rəvayət eləyən səhabə, üzr istəyirəm, qadın səhabə Ummu Sələmədir. 300 civarında hədis rəvayət eləyibdir. Siz fərqə baxın, subhanallah, və qeyd eləyək ki, Ayşə anamız Peyğəmbər sallallahu aleyhi və səlləmdən ən çox hədis rəvayət eləyən 4-cü səhabədir sıralama etibarı ilə. Və Həkim rahiməhullah yazır ki, şəriət hökmlərinin tam olaraq 1/4 məhz Ayşə anamızın nəqilləri vasitəsilə rəvayət olunub bu ümmətə, subhanallah. Həmçinin Ayşə anamız abidliyində, zahidliyində fərqlənən, seçilən səhabələrdən olubdur. Gecə namazlarına çox qalxar, nafilə oruclar çox tutar. Hədislərdən də bizə məlum olduğu kimi evində qalan tək bir xurmanı qapıya gələn dilənçiyə verən və imkanları yaxşılaşandan sonra isə verdiyim sədəqə kasıbın əlinə düşməmişdən qabaq Allahın əlinə düşəcək deyib, sədəqə olaraq göndərdiyi dirhəmləri yuyub təmizləyən və ətirləyən sahabədir. Allah subhanahu wa ta'ala ondan və bütün sahabələrin hamısından razı olsun. Hədisin şərhinə gəlincə qeyd eləmək lazımdır ki, bu hədis bidətin bütün növlərinə cavabdır. Şatibi rahiməhullah yazır ki, din adına ortaya çıxarılan və şəriətdə əsli olmayan hər bir ibadət bu hədisin hökmünün altına daxildir. Şatibi rahiməhullah yazır, bidət dində sonradan ortaya çıxarılmış, şəriətə bənzədilən və məqsəd isə uca Allaha ibadəti artırmaq olan bir yoldur. Fikir ver, niyyət gözəldir. İbadəti artırmaq, ibadətdə mübaliğə, Allaha yaxınlaşmaq. Üstəlik bu əməl şəriətə bənzəyir. Yəni burada bir din iddiası var. Lakin müsibət nədir? Əməl məşru deyil. Yəni şəriətə müvafiq deyil.
Ona görə də Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dediyi kimi rədd olunur. Və bu tərifdən qayda çıxararaq bidəti tanımaq üçün 3 dənə meyar var bizim əlimizdə. Bunun birincisi ixtiradır. Əməl ixtira olunmalıdır, sonradan qondarılmış olmalıdır. Əgər unudulubsa belə, onun əsli şəriətdə mövcuddursa, bu bidət adlanmaz. Çünki hədisə diqqət etsək, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu, hər kim bizim bu işimizdə ondan olmayan bir şey icad edərsə, bu ixtiraya dəlalət edir, qondarmaya. Sonrası isə şəriətə bənzətmə adlı meyardır. Yəni, burada din iddiası olmalıdır. Məsələn, elm, texnologiya, məişət, həyatın hər hansı sahəsində tərəqqi bu sahələrdə olan icadı və yenilikləri şəriətimiz qadağan etmir. Lakin qadağan olunan dinin içində icad edilən qondarma əhkamlardır. Və üçüncü meyar iltizam və istimrardır. Yəni, ondan tutunma və davamiyyət. Və Şeyxülislam İbn Teymiyyə rahiməhullah bunun üzərində möhkəm duraraq xüsusi qeyd edir ki, bidətin tanınmasında bu meyar mühümdür. Hər hansı bir adam şəriətə müxalif olan, şəriətə müvafiq olmayan, sünnədə əsli olmayan bir əməl eləyərsə, onu dərhal bidət adlandırmırıq. Biz deyirik ki, bu əməl sünnəyə müxalifdir. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin şəriətinə müvafiq deyil. Lakin o əməlin sahibi artıq həmin əməldən tutunduğu və bunun üzərində davamiyyətli olduğu zaman artıq bu əmələ bidət hökmü verilir. Və əlbəttə istəyir hər hansı bir şəxsin bidətdə ittiham edilməsində yaxud hansısa bir əməlin bidət adlandırılmasında əlbəttə bu məsələdə də əhliyyəti olan alimlər çıxış eləyir. Bu bizim öz başımızla qiymətləndirəcəyimiz bir şey də deyil. Həmçinin bu hədis bizə əlbəttə sünnəyə bağlılığın əhəmiyyətini göstərir. Hədis bizi Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sünnəsini öyrənməyə, səhabələrin fəhmindən yapışmağa və dində heç bir təhrif etməməyə çağırır. İbn Rəcəb rahiməhullah yazır, bu hədis zahirdə olan bütün əməllərin ölçüsüdür. Hər bir əməl üzərində Peyğəmbər sallallahu aleyhi və səlləmin əmri yoxdursa, rədd edilir. Bu mütləq ölçüdür. Həmçinin İmam Məlik rahiməhullah baxın nə deyir? Buyurur ki, bu ümmətin sonu yalnız əvvəlini islah eləyən şeylə islah olar. Kim İslamda gözəl hesab etdiyi bir bidət ortaya qoyarsa, o sanki Muhammed Peyğəmbərin sallallahu aleyhi və səlləmin risalətə xəyanət etdiyini, yaxud risaləti tam çatdırmadığını iddia etmiş olar. Çünki Uca Allah Quran-ı Kərimdə sonuncu nazil olan ayələrin birində buyurur, bu gün sizin üçün dininizi kamil etdim. Elə isə o gün dindən olmayan şey bu gün də dindən ola bilməz. Beləliklə, hədis dinə sonradan əlavə edilən yeniliklərin rədd olunmasının əsas dəlilidir. İbn Rəcəb rahiməhullah yazır ki, əməllər niyyətlərə görədir hədisi əməllərin batini meyarı olduğu kimi, bu hədis də əməllərin zahiri meyarıdır. Hər hansı bir əməl Allah üçün olsa da, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin şəriətinə, sünnəsinə uyğun deyilsə, qəbul edilməz. Beləliklə, əməllərin, ibadətlərin qəbul olunmasının da iki şərti var. Birincisi ixlas, digəri isə ittiba, yəni sünnəyə müvafiqlik. Məhz bu iki hədisə əsasən əməllər niyyətlərə görədir. Hədisinə əsasən əməl Allah üçün olmalıdır. Yəni bu niyyət yoxdursa, hətta sünnəyə müvafiqlik varsa da belə bu əməl qəbul edilməz. Yox, əksinə, niyyət, sağlam niyyət yerindədir, əməl Allah üçündür. Lakin yenə də Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun deyilsə, yenə də bu əməl rədd edilir. Beləliklə, əməlin qəbul edilməsi üçün iki şərt bizim üçün bərqərar oldu. İxlas və ittiba. Nəyə əsasən? Bu iki hədisə əsasən əməllər niyyətlərə görə hədisidir və Ayşə anamızın bu hədisinə əsasən. Və baxın, Fudeyl ibn İyad rahiməhullah bunu belə ifadə edir, tabiinlərin böyüklərindən. Əməl xalis olsa da, ittiba olmazsa, o əməl rədd edilər. Peyğəmbərə sallallahu aleyhi və səlləmə ittiba varsa da əməl xalis olmazsa, yəni Allah üçün xalis olmazsa, yenə qəbul edilməz. Bəli, bu salih sələflərimizin fəhmi və dediyi sözdür. Bidəti tanımaq üçün bidətin ziddi olan ittibanı fəhm etmək lazımdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə ittiba məhz 6 işlə, 6 məqamla həyata keçirilir, gerçəkləşir. Bunun biri ibadətin səbəbidir, digəri ibadətin cinsidir,
digəri ibadətin kəmiyyəti, yəni miqdarı, sonra keyfiyyəti, digər ikisi isə həmin ibadətin zamanı və məkanıdır. Bu 6 xüsusda biz Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə ittiba eləmiş oluruq. Bunun hər hansı birində sünnəyə ittibada xələl gətirsək, o əməl bidət olacaq. Müxtəsər misallar verək bunların anlaşılması üçün. Məsələn, deyək ki, hər hansı bir adam hər dəfə evə girəndə 2 rükət namaz qılır. Bu sünnəyə müxalifdir. Əgər davamiyyətli olarsa bidət olacaq və ondan qəbul edilməyəcək, ondan rədd ediləcək. Subhanallah, maraqlı irad çıxa bilər ki, axı namaz gözəl əməldir. Bəli, əməl məşrudur, lakin səbəbi sünnəyə müxalifdir və qəbul edilmir. Məsələn, bir adam Qurban bayramında at kəsir. At. Qurban ən gözəl ibadətlərdəndir və sünnədir. Lakin burada ibadətin cinsinə xələl gətirilibdir. At növündən olan heyvandan qurban olmaz. Deyəcək ki, nədir? Sünnəyə müxalifdir. Əgər insan bunun üzərində davamiyyətli olsa, bu əməl bidətdir. Həmçinin ibadətin miqdarında, kəmiyyətində. Məsələn, dəstəmaz alarkən əzaların bir dəfə yuyulması vacibdir. 2 dəfə, 3 dəfə yuyularsa sünnədir, gözəldir. Lakin, məsələn, 5 dəfə yuyularsa, bu Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin şəriətinə müxalifdir. Əgər insan bunun üzərində davamiyyətli olarsa, bu əməl ondan rədd edilir, onun dəstəmazı qəbul edilməyə bilər. Eləcə, ibadətin, məsələn, keyfiyyəti, yəni necəliyi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mənim namaz qıldığımı gördüyünüz kimi namaz qılın. Burada, məsələn, əhkamların ardıcıllığı mövcuddur. Öncə qiyam, sonra rükû, daha sonra səcdə edilməlidir. Kimsə əvvəl səcdə, sonra qiyam, daha sonra rükû eləyərsə, biz nə deyəcəyik? Sən ibadətin keyfiyyətinə xələl gətirdin və bunu şəriətə nisbət eləməyə çalışsa, biz bunu bidət adlandıracağıq və deyəcəyik ki, bu əməl mərduddur, qəbul edilməz. Məsələn, ibadətin zamanına misal verək. Hər kəsə məlumdur ki, fərz oruc Ramazan ayında tutulur. Kimsə desə ki, mən bir ay fərz orucu, məsələn, Məhərrəm ayında tuturam, yaxud Rəcəb ayında tuturam. Biz deyəcəyik ki, bu bidətdir. Oruc gözəl əməldir. Ən gözəl ibadətlərdəndir. Lakin ibadətin zamanına xələl gətirildiyi üçün, yeni bir şey qondarıldığı üçün bu bidətlə ittiham olunacaq. Eləcə ibadətin məkanında, bu da 6-cı xüsusdur. Məsələn, müxtəlif ibadətlər var ki, məkanlara bağlı ola bilir. O cümlədən, misal üçün, ümrə və həc. Bunlar Məkkəyə və Məkkədəki Məscid-ül Harama xas ibadətlərdir. Kimsə desə ki, məsələn, mən Bakıda ya İstanbulda həc eləmək istəyirəm, onun həc əlbəttə batildir və bu davamiyyətli olarsa və bu din adına bir iddiaya çevrilərsə, əlbəttə bu bidətlə ittiham olunacaq. Beləcə, bu 6 işdə, 6 xüsusda ibadətə xələl gətirən insan, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə ittibaya xələl gətirən insan bilməlidir ki, onun əməli bidət ola bilər və əməli qəbul edilməz, rədd edilər. Əməllərin məşruiyyəti haqqında 3 məqam var. 3 məqam. Biri əmirdir. Məsələn, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin hər hansı bir əməli əmr etməsi. Bunun qarşısında bizim tutumumuz və bunun bizim üzərimizə olan hökmü nədir? Tabeçilikdir. Allah və Rəsulu bir şeyi əmr eləyirsə, tabe olacaqsan. Hədisin bizə dediyi kimi. Yaxud qadağan edilirsə, Allah və Rəsulu tərəfindən hər hansı bir əməl qadağan edilirsə, burada bizim tutumumuz nə olmalıdır? Həmin əməldən çəkinəcəyik və orada duracağıq. Çox maraqlı sual çıxır. Əgər sənin qarşında seçim olacaq bir əməl barəsində nə əmir, nə də qadağanın mövcud olduğuna dair səndə məlumat yoxdur. Nə edəcəksən? Yenə də çəkinəcəksən. Çünki məhz hədis bizə bunu öyrədir. Buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm, kim bizim üzərinə əmrimiz olmayan bir əməllə əməl edərsə, tamam mı? Sən din adına eləyəcəyin hər bir əmələ məhz Rasulullah sallallahu aleyhi və səlləmin əmri olmalıdır. Və əlbəttə ki, bu şəriətin məqsədidir. Allaha, Allahın istədiyi kimi ibadət edirlər. Sən uca Allaha öz istədiyin kimi ibadət edə bilməzsən. Uca Allah bunun üçün qanun qoyub və şəriət nazil edib. Və bu kəlmə-i şəhadətin təhqiqidir. Muhammedən Rasulullah şəhadətinin mənasıdır. Əgər sən özündən ibadətlər qondaracaqsansa, Allah subhanahu wa ta'ala nə üçün sənə Peyğəmbər göndərib və nə üçün əhkamları onun dili ilə sənə çatdırıbdır. Bu mövzuda danışılası ən vacib məqamlardan biri budur ki, bidət özü ən şiddətli günahlardan olmaqla yanaşı, bidətçi kimsə, bidət sahibi olan günahkar, digər günahkarlardan məqam baxımından, aqibət baxımından çox-çox şiddətlidir.
Və Şeyxülislam İbn Teymiyyə rahimehullah bunu qabardaraq buyurur ki, bu sünnə ilə və icma ilə sabit olan bir anlayışdır. Və bunda heç kimin şəkki, şübhəsi yoxdur. Çünki asiliklər, günahlar adətən insanın nəfsi istəklərinə tabi olmaqla ortaya çıxan problemlərdir. Lakin bidət isə fikri və etiqadi əyriliklərdir, inhiraflardır. Baxın, salih sələflərimizdən, tabiinlərin ən böyüklərindən Sufyan əs-Savri rahimehullah, həmçinin Şeyxülislam İbn Teymiyyə və başqa sələflərdən də nəql olunub ki, onlar deyiblər ki, bidət bir növ günah olaraq iblis üçün digər günahlardan çox-çox sevimlidir. Çünki günah eləyən müsəlman özünün günah elədiyini bilir və onun bir gün tövbə eləyib bu yoldan geri dönmə şansı var. Lakin bidətçilər isə əksər hallarda bidətlərdən tövbə etmirlər və geri dönmürlər. Niyə geri dönsün ki, adam bunu dindən sayır? Adam öz əməlini gözəl hesab eləyir. Adam Allaha yaxınlaşdığını zənn eləyir. Həmçinin İbnül Cavzi rahimehullah yazır. Salih sələflərimiz ən kiçik səviyyəli bidətlərdən belə qaçıblar. Sünniyə sarılmaqla o bidəti təcrid ediblər. Biz öz böyüklərimizi də bu hal üzərində görmüşük. Lakin bizim bu zamanımızda qurdla quzu barışıbdır. İbnül Cavzinin qurdla quzu barışıbdır dediyi yerdə bir haşiyə çıxmaq istəyirəm, əziz qardaşlarım və bacılarım. Çox təəssüflər olsun ki, dini təhriflərin çoxaldığı zamanda və məkanda bidətçilərdən əhl-i-sünnə və cəmaata qarşı bu barədə çox sərt təpkilər eşidirik. Sələfilərdən başqa heç kim bidət demir, ancaq sələflər çoxlu bidət deyirlər, müsəlmanları ittiham eləyirlər. Məsələ burasıdır ki, bidətə boğulduğun yerdə sən bidəti görməyəcəksən zaten. Bidətçi özünü bidətdə ittiham etmir. Bidətdən qorxan bax bu salih sələflərimizdir. Adlarını sadaladığımız bu böyük imamlar, bu İmam Məlik, bu İbn Teymiyyə, bu Sufyan əs-Savri, İbnül Cavzi, İmam Şatibi və bunlar hamısı bidətdən qorxublar və bidəti dilə gətiriblər. Bu kimlərinsə müasir sələfi hesab etdiyi tayfanın problemi deyil. Bu bizim dinimizin əsasıdır. Baxın İmam Şatibi rahimehullah Əndəlüsün böyüklərindən görün nə deyir? Deyir ki, bir məsciddə söndürə bilmədiyim yanğını görmək mənim üçün daha xoşdur. Nəinki həmin məsciddə dəf eləyə bilmədiyim bir bidəti görmək. Uca Allahdan sağlam fəhm istəyirik. Salih sələflərimizin bu yolunda bizi sabit etməsini və hər cür bidətdən Uca Allahın bizi uzaq tutmasını diləyirik. Və sallallahu və səlləmə alə nəbiyyinə Muhammed. Əleyhissallahu bikəfin abdən